Ülfət İbrahimov adlı izləyicimiz bildirir ki, İmişli və Şamaxı ilə oyundan sonra Newcastle oyuna pul verib legioner gətirənə qədər özünüzə stadion qurun. Nəyə lazımdır milyonlar xərcləyib futbolçu gətirmək? Ülfət, bu möhtəşəm. Bu yanaşmanı necə bəyənməyəsən? Yəni, İmişli komandası, olsun lap Şamaxı komandası artıq neçə ildir Premier Liqadadır. Hələ ən az heyətində legioner olan futbolçu Şamaxıdır. Şamaxı komandasında 11 legioneri var. Yəni 12-cini də hardasa o aşağı rüsumla gətirə bilər. Amma dövlət də dotasiya ayrılır 2,5 milyon. Adi bir işıqlandırma sisteminin problemini həll eləmirlər. Yəni işıq dirəkləri nədir ki, Şamaxı komandası həmin o dövlət dotasiyası ilə onu həll etmir. Yəni soruşsan deyəcəklər AFFA-nın balansındadır Şamaxı. Yəni hər şeyi AFFA etməlidir deyə bir şey yoxdur. Federasiyanı bizdən çox tənqid edən yoxdur, AFFA-nı bizdən çox tənqid edən yoxdur, amma bəzi məqamlarda, hətta bir çox məqamlarda günah elə bizim klubların üzərinə düşür. Yəni bir işıqlandırma dirəyini 3 ildə, 4 ildə Premier Liqada çıxış edən Şamaxı komandası həll etmirsə, biz başqa hansı peşəkarlıqdan danışa bilərik? Şamaxı komandasının özü elə süni örtüyü dəyişib təbii örtüyə deyə bilər. Yəni İmişli komandası olsun, heyətində 12 legioner çıxış edir, amma bir örtük nədir ki, ona nəzarət olunmur, düzəlmir, daha yaxşı stadionda çıxış etmir, İmişlinin öz meydanında gedib hansısa formada bir problemi həll edib çıxış etmir. Çox önəmli məsələyə toxundu dəyərli izləyicimiz.